Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Hamdan kesiran tayyiban mübarakan fihi. Allahümme salli ve sellim ve barik ala abdika ve rasulika Muhammed ve ala alihi ve sahbihi ecma'in. Amma ba'd. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Əziz qardaşlar, bugünkü dərsimiz Allahın adları barəsində olacaq. Allahın adları barəsində olan elm. Bu elmlər içərisində ən əzəmətli, ən üstün, ən şərəfli elmdir. Əsmə və sifət, tövhidi haqqında olan elm. Allahın adları və sifətləri mövzusu. Bu elm. Bu elm, əziz qardaşlar, ən şərəfli, ən üstün, ən fəzilətli elmdir. Və alimlər deyirlər ki, bu elm məqsudun li zətihi, özü özlüyündə məqsəddir. Və digər elmlər hamısı bu elmə çatmaq üçündür. Bu elm özü özlüyündə məqsuddur. Digər elmlər, nə ki öyrənirsən, hamısı bu elmə çatmaq üçündür. Ən şərəfli, ən əzəmətli elm budur. Çünki Allahı tanıdır sənə. Sən bunu öyrənə-öyrənə Rəbbini, Xaliqini tanıyırsan. Kimdir Allah? Çünki ora aparır. Onun barəsində olan elmdir. Və necə bilirsiniz, elm o vaxt əzəmətli, o vaxt şərəfli, o vaxt fəzilətli olur ki, öyrənilən əzəmətli olsun, şərəfli olsun, üstün olsun. Düzdür? İmam İbn-i Əbil-Eyz rahiməhullah Tahaviyyən şərhində deyir ki, şərəful ilim bi şərəfil ma'lum. Elmin şərəfli olması, öyrənilən şeyin şərəfli olması ilə bilinir. Elmin şərəfli olması, əzəmətli olması, öyrənilən şeyin şərəfli və əzəmətli olması ilə bilinir. Burada öyrənilən nədir? Kimdir? Allah. Allahdan üstün, əzəmətli, böyük yoxdur deyə, heç nə yoxdur deyə, onun barəsində olan elmdə ən üstün, ən böyük, ən əzəmətli olan elmdir. İkinci məsələ, əziz qardaşlar, Allahın adlarını və sifətlərini öyrənmək, onu tanımaq müstəhəb deyil, vacibdir. Bu, nə kimi fayda verir bizə? O faydanı verir ki, heç kim aramızdan çıxıb deyə bilməz ki, Rəşad qardaş, valla müstəhəbdir, mən öyrənmirəm. Onsuz da öyrənməsəm günah yoxdur. Müstəhəb elmlər necədir? Bir elm ki müstəhəbdir, onu öyrənməsən sənə günah yazılmır. Problem yoxdur. Öyrənsəydin yaxşıydı, savabdır, üstünlüydür. Lakin öyrənməsəydin bir şey yoxdur. Amma bu elm o elmlərdən deyil. Bu elm vacibdir. Və hər bir müsəlmanın üzərinə fərdi olaraq vacibdir. Heç kim canını qutara bilməz. Məsələn, biri gəlib deyə bilər ki, Rəşad qardaş, mən elm tələbəsi deyiləm. Mən tacirəm, məsələn. Mən yaxud idmançıyam, mən yaxud başqa şeylə məşğul oluram, başqa sahədəyəm. Fərqi yoxdur, qardaş. Çünki bu elm vacibdir. Hər bir müsəlman öyrənməlidir. Hansı elmi? Allahın adlarını və sifətlərini bilmək, öyrənmək.
vacibdir. Kim öyrənməsə, ona günah yazılır. Günah yazılır. Kimliyində asılı olmayaraq. Sən öyrənsən, mənim üzərimdən qalxmır bu. Aramızdan kimsə öyrəndi, kiminsə üzərindən qalxdı. Yox, fərdi olaraq hər bir kəsə vacibdir. Allah subhanahu wa ta'ala Qur'anda əmr edib. Allah Qur'anda əmr edib. Fikir verin. وَعْلَمُوا أَنَّ اللّٰهَ غَفُورٌ həlim. Bilin ki, Allahğafur və həlimdir. وَعْلَمُوا أَنَّ اللّٰهَ سَمِيعٌ alim. Bilin ki, Allah görən, eşidən və biləndir. وَعْلَمُوا أَنَّ اللّٰهَ غَنِيٌّ həmid. Bilin ki, Allah ehtiyatsız və həmiddir. وَعْلَمُوا bunlar hamısı nədir? Bilin. Əmirdir yoxsa yox? Əmir edir Allah. Neyi bilin? Allah eşidəndir, Allah biləndir, Allahğafurdur, Allah həlimdir, Allah görəndir və s. Düzdür? Bunu bilməyi əmr edir yoxsa yox? Əmr edir. Əmr edirsə, bu əmr bizə iki şeyə fayda verir. Bu əmirdə iki fayda var. Bir, vacibliyə dəlalət edir. Allahın əmr etdiyi şey vacibdir. İki, Allah bizdən bunu sevir. Bizdən bunu sevir nə deməkdir? Allah sevir ki bizdən, biz onun adlarını və sifətlərini öyrənək, tanıyaq Allahı. Sevir bunu. Qayda buna dəlalət edir. Qaydaya fikir verin. Kullu ma amarallahu bihi amran şer'iyyen fe innehu yuhibbuhu. Şeriatda olan bütün əmri, şeriatda olan bütün əmrlər ki var, Allah Teala onu əmr edib. Deməli Allah onu sevir. Nə başa düşdünüz qayda? Şeriatda nə əmrlər ki var, Allah əmr edib şər'an, avtomatik bilirsən ki, Allah onu sevir. Namazı əmr edib yoxsa yox? Deməli, namazı sevir Allah. Orucu əmr edib, sevir Allah. Valideynə yaxşılıq etməyi əmr edib, deməli, sevir Allah. Özünü tanımağı əmr edib, deməli, sevir bizlərdən ki, biz onun ad və sifətlərini öyrənək. Üçüncü məsələ mövzu ilə bağlı, əziz qardaşlar, Allahı tanımaq yaradılış qayəsidir. Bir deyə bilər ki, Rəşad qardaş, yaradılış qayəsi ibadət deyil. Nə deyirsiniz? Yaradılış qayəsi ibadətdir, yoxsa? Bəs mənim sözüm? Baxın, Allahı tanımaq, əziz qardaşlar, yaradılış qayəsidir, məqsədidir. Allah subhanahu wa ta'ala insanları yaradıb bu məqsədə görə, bu qayəyə görə, bu hədəfə görə ki, insanlar Allahı tanısınlar. Tanıyandan sonra ibadət. Qardaş, gəlib sənə deyilsə ki, tanımadığın Allahı ibadət edə bilərsən, o Allaha ki, o Allah barəsində heç nə bilmirsən, heç nə bilmirsən, Allah barəsində ibadət elə Allaha. İnsan edə bilər, tələb edilsə bizdən edə bilmərik, vallahi. Deməli, birinci Allahı tanımaqdır, ondan sonra tanıdığın Allah'a ibadət etməkdir. İnsan əgər Allahı tanımırsa, ona ibadət edə bilməz. Yaradılış qayəsi budur. Ayədə fikir verin, nə deyir Allah subhanahu wa ta'ala? Diqqət edirsiniz məndən bir yerdə.
Allahullezî xalaqa səb'a səmavatin və minəl ardı misləhunnə. 7 qat səmanı və onun misli qədər yerləri yaradan Allahdır. Yetənəzzəlul əmru beynəhunnə. Onların arasından əmrlər nazil olur. Li ta'ləmu. Biləsiz. Fikir verin. 7 qat səmanı və onun mislində yeri yaradan Allahdır. Onların arasından əmrlər nazil olur. Sanki deyirsən ki, ya Rəbbi nəyə görə? Niyə? Allahın cavabı gəlir. Li ta'ləmu. Biləsiz deyə. Nəyi? Li ta'ləmu ennəllaha alə kulli şeyin qadir. Allah hər şeyə qadirdir. Və ennəllaha qad əhata bi kulli şeyin ilmə. Və Allah Teala elmi ilə hər bir şeyi əhatə edib. Bunu bilməniz üçün. Biləsiz deyə. Bunu biləsiniz deyə 7 qat səmanı mislində yeri xəlq edib və əmrlər buna görə nazil olub. Hər şey nəyə görədir? Buna görə. Buna görə, nəyə görə? Biləsiz. İbadət edəsiz, yoxsa biləsiz? Biləsiz, fikir verin. Li ta'ləmu. Biləsiniz deyə. Nəyi? Ennəllaha alə kulli şeyin qadir. Hər şeyə qadirdir. Fikir ver kim? Allah. Bunu biləsiz deyə. Və ennəllaha qad əhata bi kulli şeyin ilmə. Və Allah Teala ilmi ilə hər şeyi əhatə edib. Bunu biləsiz deyə. Subhanallah. Ona görə yaradılış qayəsi budur. Vallahi, mən hər dəfə deyirəm, müsəlman insan Allahı tanımasa, ondan qorxa bilməz. Heç vaxt. Allahı bilməsə, tanımasa, Allahı sevə bilməz. Allahı tanımasa, Allaha təvəkkül edə bilməz. Necə təvəkkül edirsən Allaha? Məsələn, bir müsəlman gəlib deyir ki, mənim təvəkkülüm güclüdür Allaha. Maşallah, Allahümmə bərik. Kimdir Allah? Vallahi Rəşə qardaş, bilmirəm heç. Nə bilim. Kimə təvəkkülün güclüdür qardaş? Nədir o təvəkkül? Vallahi Rəşə qardaş, məndən çox Allahdan qorxan yoxdur. Kimdir Allah? Bilmirəm. Məndən çox Allahı sevən yoxdur. Kimdir Allah? Bilmirəm qardaş. Bunu bu elmin miqdarında, bilməyin miqdarında sevirsən, qorxursan, ümid edirsən. Vallahi tanıdıqca ümid edirsən. Tanıdıqca qorxursan. Tanıdıqca təvəkkül edirsən. Tövbə edirsən. Və belə. Ona görə fikir verin. İnsanlar içərisində ən çox Allahı tanıyan kimdir? Kim idi? Muhammed sallallahu aleyhi və səlləm. Ən çox da qorxan o idi. Deyirdi ki, mən sizin içərinizdə, ey insanlar, Allahdan ən çox qorxanam. Yəni birdən elə bilərsiniz ki, məndən çox içərinizdə Allahı tanıyan var. Yoxdur. O ən çox tanıyırsa, deməli, ən çox o qorxurdu Allahdan. Subhanahu və Teala. Ona görə çox vacibdir və əzəmətli elmdir. İmam İbn-i Qeym Rahiməhullah deyir ki, səhv eləmirəmsə Mədəricü Səlikin kitabında deyir, Allaha ən kamil ibadət edənlər Allahın adları ilə ibadət edənlərdir. O da nə vaxt olur? Biləndən sonra. Biləndən sonra. Allaha ən kamil ibadət edənlər Allahın adları ilə təabbud ibadət edənlərdir deyir. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləm ən çox, ən üstün ibadət edən idi. Allahı tanımaq, əziz qardaşlar, bu dünyada ən üstün, ən fəzilətli, ən şərəfli şeydir. İnsanın xoşbəxtçiliyi, səadəti Allahı tanıdıqdan sonra hasil olur. Ən xoşbəxt insanlar bu həyatda Allahı daha çox tanıyan insanlardır. İmam İbn-i Qeym Rahiməhullah Mədəricü Səlikin kitabında ariflərin birinin sözünü zikr edir. Deyir, ariflərdən biri belə dedi.
xaraca əhlü dünya minəd dünya və ləm yəzuqu atyəbə mə fiyhə. Dünya həyatı, dünya sakinləri, dünya əhli, dünyadakı ən gözəl ləzzəti dadmadan dünyadan köçdü. Dünya sakinləri dünyada olan ən gözəl ləzzəti dadmadan dünyadan köçdülər. Soruşdular ki, və mə atyəb, və mə atyəbu. Nədir bu dünyada ən gözəl ləzzət, ən gözəl şirinlik, ən gözəl dad, hansı ki dadmayıblar onu? Deyir, mərifətullah, Allahı tanımaq. Yəni bir insan Allahı tanımadan, bilmədən, öyrənmədən ölübsə, o ən bədbəxt insandır həyatda. Baxmayaraq ki, hər şey hasil olub. Yaxşı güzaran içərisində yaşayıb, var dövləti və s. Hər şeyi var dünyadan, amma Allah barəsində heç nə bilməyib ölüb. Deməli, ən gözəl ləzzəti dadmadan miskin ölüb dünyanı dəyişib, dünyasını dəyişib. Ona görə öyrənmək lazımdır. Dördüncü məsələ, Allahın adları ilə bağlı söhbət edirik, məsələləri zikr edirəm. Dördüncü məsələ, əziz qardaşlar, Allahın bütün adları gözəldir. Yoxsa yox? Eyb var, qüsur var, naqislik yoxdur. Allahın, subhanallah, bütün adları gözəldir. Allah Qur'anda 4 yerdə bildirib ki, onun adları husnədir. Əsməul husnə, eşitmişsiniz? Gözəl adlar. Biri A'raf surəsindədir. وَلِلَّهِ الْأَسْمَاءُ الْحُسْنَى فَدْعُوهُ بِهَا. Gözəl adlar ona məxsusdur, onu o adlarla çağırın. Ən gözəl adlar. 2. Hansı surədədir? Ondan qabaq surə yoxdur. İsra surəsi. Qul id'ullaha av id'ur-rahmana eyyəmmə təd'u fələhul əsma'u əl-husnə. İstər Rəhman de çağır, istər Allah de çağır. Onsuz da bütün gözəl adlar hamısı ona məxsusdur. 3. Taha surəsində, qardaş düz deyir. Allahu la ilahə illə huva ləhul əsma'ul husnə. Allah, ondan başqa ibadətə haqqı çatan yoxdur, gözəl adlar ona məxsusdur. 4-cü də Həşr surəsində. Huvallahul xaliqul bari'ul musavvir ləhul əsma'u əl-husnə. Allah xaliqdir, bəridir, musavvirdir, gözəl adlar ona məxsusdur. 4 yerdə Allah öz adlarını gözəl adlandırır. Husnə, əziz qardaşlar, gözəl deməkdir. Mənası odur ki, arxasında gözəllik yoxdur. Zirvəyə çatıb yoxsa yox? Sona çatıb gözəllikdə. Husnə mənası gözəldir. O mənada ki, arxasında gözəllik yoxdur, qardaşlar. Allahın adları ən gözəl adlardır. Biri soruşa bilər ki, Rəşad qardaş, nəyə görə Allahın adları husnədir? Gözəldir. Cavab, 3 şeyə görə Allahın adları ən gözəl adlardır. 1. Ona görə ki, o adlar Allaha dəlalət edir. Allahın adlarıdır ona görə. Sən Rəhman deyəndə kimi deyirsən? Allahı. Cabbar deyəndə kimi deyirsən? Allah. Allahın adları kimə dəlalət edir? Allaha. Allahın müqəddəs zatına dəlalət edir deyə, Allahın adlarıdır deyə, Allahın adıdır deyə bəs edir ki, gözəl olsun. 1. Ona görə. 2. O adların daşıdığı mənalar yoxdur. O mənalar ən gözəl, ən şərəfli, ən fəzilətli mənalar olduğu üçün Allahın adları gözəldir. 3. Allahın adları ona görə gözəldir ki, o adlarda heç birində qüsur, naqislik, eyb yoxdur. Başa düşüldü? 5-cidir. 5. 5-ci məsələ, yadda saxlayın, əziz qardaşlar, Allahın adlarının elə adları ola bilər ki, o adların bir neçə mənası olsun.
Yoxsa yox, elə bir mənası var. Yadda saxlayın. Allahın elə adları var ki, o adlar bir mənadan çox mənaya dəlalət edir. Ola bilər 2, ola bilər 3, ola bilər 4 və hamısı da Allah haqqında haqq olsun. Yadda saxlayın bunu. Hamısı da Allah haqqında haqq olsun. Elə adlar var ki, Allahın. O adlar bir neçə mənaya dəlalət edir. Məsələn, sən deyəndə ki, Ər-Rəhmən mənası rəhm edən. Hansı sifətə dəlalət edir? Rəhmət. Elə adlar var ki, o adlar bir neçə mənaya dəlalət edir. Məsələn, Əl-Əziz, Əl-Kərim. Bunların bir neçə mənası var. Mənaların hamısı da Allah haqqında haqdır. Yaxud Əl-Vədud, yaxud Əl-Cəbbar. Bunların bir neçə mənası var. Bir məsələn qeyd edeyim bu məqamda. Quranda Allahın bəzi adları iqtiranla gəlib. İqtiran nədir? Yanaşır. Bir yerdə. Hə? Yan-yana. Başa düşmədim. Zülcəlal və İkram o izafətdir. O ad deyil. Baxın, yəni elə adlar var ki, izafətdir. İzafətlə gəlib. Zülcəlal və İkram, Rabbul Aləmin. Məsələn, Nurus Səməvat, hə? Yox, bu izafəti demirəm. Baxın, elə adlar var ki, yan-yana gəlib, yanaşıdır. O, bir yerdə gəlməsi gözəllik üzərinə gözəllikdir, vallahi. Hər ad özü-özlüyündə gözəldir, lakin bir yerdə gəlməsi gözəllik üzərinə gözəllikdir. Məsələn, fikir verin, Əziz ismi Quranda bir çox yerdə Həkim ismi ilə yanaşı gəlib. La ilahə illə huvəl əzizul həkim və innəllaha ləhuvəl əzizul həkim. Belə adlar çox daxı, yan-yanadır. Bir yerdə varid olması, gəlməsi, burada xüsusi bir gözəllik var. Məsələn, hikmət var, incəlik var. Əziz, həkim. Əziz, güc, qüdrət sahibidir. Sonra həkim gəlib. Yəni, Allahın gücü, qüdrəti, hikmətinə bağlıdır. Hikmət nəndir? Əbəs yerə, mənasız yerə, boş yerə güclü deyil Allah. Həkimdir. Hikmətinlə yanaşıdır. Yaxud məsələn, Vahid ismi, Qahhar isminlə bir yerdə gəlib, Vahid ismi, Huvəl Vahidu Əl-Qahhar. O, Vahid və Qahhardır. Belə ayələr çoxdur. İkinci qeyd. Məsələ ilə bağlı. Yadda saxlayın, əziz qardaşlar. Allahın elə bir adı yoxdur ki, o adın daşıdığı məna digər ad ilə tamamən birə-bir, 100% eyni olsun. Nə başa düşdünüz? Sinonim olsun. Yəni yoxdur. Buna təradüf deyirlər, əhsən. Sinonim. Yəni Allahın adları çoxdur, düzdür? Məsələn, adları, hər adın mənası var. Bu adda olan məna mümkün deyil ki, tamamı ilə 100% hər cəhətdən bu digər adda olan məna ilə olsun. Burada olan məna, burada olan məna ilə 100% eyni olsun. Ola bilər, ola bilməz. Yoxdur, qardaşım. Ona görə Şeyxülislam İbn Teymiyyə rahimehullah fətavasında deyir ki, Allahın adları onun sifətinə dəlalət edir və digər adda olan sifət məna digər adda ilə üst-üstə gəlmir. Bir deyil yəni. Hərəsinin öz xüsusi nəyi var? Mənası var. Ola bilər, Nadir, yaxın olsun. Mənalar yaxın olsun. Bu var. Amma biz nə dedik? Tamamı ilə 100% eyni olması. Burada olan məna, burada olan məna ilə
Eynidir, yoxdur qardaşım. Aralarında ümum xüsus ola bilər. Bu xüsusi mənaya dəlalət edir, bu ümumi, bu daha əblağdır, mənası daha genişdir. Amma %100 eyni ola bilməz. Misal üçün, baxın, Əl-Xaliq. Allahın adı diyorsa yox. Xaliq. Nə deməkdir? Ruzu verən, hə? Əli, ruzu verən? Yaradan. Yaradan. Bir də var Əl-Bəri'u. Nə deməkdir? Yaradan. Oh, Rəşad qardaş. Bəs dediniz, hə, bəs dediniz, yaradan. İkisi də yaradandır. Xəlq edən. Bəs dediniz ki, elə ad yoxdur ki, mənası %100 eyni olsun. Biz deyirik ki, yoxdur. Fərq var. Az da olsa, cüzi də olsa fərq var. Ümum xüsus söhbəti olur. Məsələn, Xaliq ümumidir. Xaliqdə olan xəlq, yaratmaq, Allah subhanahu və teala ümumən xəlq edir. Əl-Bəri'u xəlq edəndir, ruhu olanları, canlıları xəlq edənə deyilir. Hə? Məsələn, deyirsən ki, Əl-Bəri insanları xəlq edib. Heyvanları xəlq edib. Məsələn, yerləri və göyləri xəlq edən Xaliq. Hə, fikir ver. O canlı deyil. Ruhu yoxdur onun. Fərqi hiss elədiniz? Hə, deyəmirsən ona. Əl-Bəri biraz xüsusi oldu yoxsa yox? Hansı ümumidir, hansı xüsusi? Ümumi Xaliqdir. Bu axasdır, məxsusdur. Burada olan xəlq. Yaxud, məsələn, belə adlar var. Rəhman, Rəhim, Əhsən. Rəhmən, Qafur ayrı-ayrıdır, o açıq aydındır. O məğfirətdir bu, rəhmətdir, bu ayrı-ayrıdır. Rəhmət ayrıdır, məğfirət ayrıdır. Biz deyirik, misal üçün, Əl-Bəri, Əl-Xaliq ikisində də xəlqdir. Amma orada rəhmətdir, məğfirətdir. Bu açıq aydın üzdədir ki, Rəhmən, Rəhim. İkisi də rəhmətdir, amma orada fərq var. Yaxud misal üçün, Əl-Əlim, Əl-Xabir. Düzdür? Əlim nədir? Bilən. Xabir nədir? Bilən. Xəbərdar olan, bilən. İkisi də eynidir. Amma eyni, %100 eyni deyil. Əl-Xabir ismində olan məna, bilmək, Allah subhanahu və teala xabirdir. O işlər var, xırda. Umurul xafəyə deyirlər ona. İncə, dəqiq, cüzi olan şeylər. Allah ondan xəbərdardır subhanahu və teala. Misal üçün, Allah xabirdir. Allah dənizin içərisində qumların sayını da bilir. Xabirdir Allah subhanahu və teala. Aydındır? Burada biraz xüsusiliyi var. Əl-Muhim. Nə demək istədim? Mənalarda 100% oxşarlıq yoxdur. Tayyib. 6-cı məsələ. Bu mənə veriblər. Bismillah. 6-cı məsələ. Biri soruşa bilər ki, Rəşad qardaş, Allahın adlarına iman gətirmək necə olur? Məsələn, mən müsəlmanam, mömin, deyirsən özünə. Soruşuram ki, qardaşım, Allahın adlarına, gözəl adlarına, Əsmaül Husna, İman gətirmişsən yoxsa yox? Deyir, vallahi Rəşad qardaş, gətirmişəm iman. İman gətirmişəm. Sual, Allahın adlarına iman gətirmək necə olur? Bu məsələdir. 6-cı məsələ. 6 yoxsa 7? 6. Yadda saxlayın. 1. Etiqad etməlisən ki, o adlarla Allah özünü adlandırıb. Əksi nədir? Kimsə Allahı adlandırıb. Yox, qardaşım. Yaratdıqlarından, Allahın yaratdıqlarından heç kim Allahı adlandırmayıb. O gözəl adlarla Allah özünü adlandırıb. Sən buna etiqad etməlisən, ən birincisi. Allahın adlarına iman gətirmək istəyirsənsə, səhi iman gətirmək istəyirsənsə,
etiqad etməlisən ki, o adlarla Allah özünü adlandırır. Peyğəmbər sallallahu aleyhi və səlləm dualarının birində deyir ki, Allahümmə inni əs'əlukə bi kulli ismin huvə ləkə. Allahım, səndən istəyirəm o adlarla ki, bütün adlarınla səndən istəyirəm. Fikir verin, səmmeytə bihi nəfsək. O adlarla ki, sən özünü adlandırmısan. Məşhur duadır. Sən özünü adlandırmısan. Deməli, o adlarla Allah özünü adlandırıb, heç kim Allahı adlandırmayıb. İkinci, sən etiqad etməlisən ki, Allahın bütün adlarının daşıdığı nə var? Məna var. Birdən etiqad etsən ki, Allahın elə adı var ki, cəmiddir, qurudur, quru boş addır. Sən Allahın adlarına iman gətirməmişsən. Babək, bütün Allahın adlarının hamısının mənası var. Özü də ən gözəl mənalardır. Buna etiqad etməlisən. Vallahi firqələr var ki, onlar buna iman gətirməyiblər. Hansı firqədir, kim deyər? Hə. Yox, onlar deyirlər məna var, biz bilmirik. Deyirlər mənası var. Allahu ələm, mən deyirəm mənanı inkar ediblər. Mu'təzillər, cəhmiyyələr ümumən, cəhmiyyələr həm adları inkar ediblər, həm də sifətləri. Mu'təzillər adları saxlayıblar, sifətləri inkar ediblər. Deyiblər ki, məsələn, alimun bilə ilm. Alimdir amma elmsiz. Qurudur, quru boş addır. Səmi'un bilə səmi'. Eşidən də amma eşitmir. Qəribədir. Yəni, ad, əli. Quru, boş addır. Yəni, içərisində məna yoxdur. Söz olaraq, quru boş addır. Buna etiqad etmək olmaz, bu haramdır. Hətta küfürdür. Çünki Allahın sifətini inkar edirsə ona görə. İkinci hansıdır? Allahın adlarının mənasının olduğuna etiqad etməlisən. Üçüncü, sən etiqad etməlisən ki, Allahın bəzi adlarının qulları üzərində, yaratdıqları üzərində əsəri var. Kim bu necə başa düşür? Əsəri var, izi var yəni. Əhsən, məsələn, Qafur addır, Qaffar addır, daşıdığı məna məğfirətdir. Əsərinə iman gətirməlisən, yaratdıqları üzərində. Allah istədiyi bəndəsini bağışlayır. Əsəri bəndəsinin üzərində daxı bağışlayır istədiyini. Allahın adlarının yaratdıqları üzərində əsərinin olmasına etiqad etməlisən. Dördüncü, etiqad etməlisən ki, Allah o adlarla çağırılır. Allah o adlarla nə olur? Çağırılır. Yəni, bir ad ki, sabit olub Allahın adıdır, o adla Allahı dua edə bilərsən, çağıra bilərsən. Məsələn, ya Razzaq, ya Rəhmən, ya Allah, ya Qafur. Allahın adıdır. Yud'a biha, çağırılır. Və lillahil əsma'ul husna fəd'uhu biha. Onu o adlarla çağırın. Allahın adları ilə Allahı çağırırsan və daha yaxşı olar ki, münasib olar ki, riayət edəsən hala uyğun adı ilə çağırasan nə deməkdir? İnsan ehtiyacını istəyirsə Allahdan, o ehtiyacına münasib, halına uyğun Allahın adını ixtar edir, seçir. Məsələn, rəhmət istəyirsə Rəhman adı ilə çağırır. Şəfa istəyirsə Əş-Şəfi ismi ilə, ruzi istəyirsə Ər-Razzaq, məsələn, günahı bağışlanma Qafur və belə. 7-ci məsələ. Yadda saxlayın, əziz qardaşlar.
Allahın adlarının sayını dəqiq heç kim bilmir. Heç kim deyə bilməz ki, Rəşad qardaş, Allahın adları bu saydadır, bu ədəddədir. Bundan o yana yoxdur. Məsələn, 150-dir, 200-dür. Allahın 300 adı var və salam. Bu adla hasr olub. Yəni, yekunlaşıb, qutarıb. Yoxdur, qardaşım, belə şey. Bir dəlil, hansı dəlillə? Peyğəmbər sallallahu aleyhi və səlləm dua edir. Bayaq duanı qeyd etdim. Allah Rəsulü dua edir Allah'a, deyir, Allahümmə inni əsəlukə, Allahım səndən istəyirəm. Bi kulli ismin huvələk, o adlarla ki, o adlar sənindir. Səmmeytə bihi nəfsək, özünü adlandırmısan. Av ənzəltəhu fi kitabik, o adlarla ki, o adları kitabına nazil etmisən. Av alləmtəhu əhədən min xalqik, yaxud o adlarla ki, yaratdıqlarından kiməsə öyrətmisən. Məsələn, Peyğəmbərə öyrədib, Peyğəmbər də bizə xəbər verib, aleyhissalatu vesselam. Av, yaxud o adlarla ki, sən onu heç kimə xəbər verməmisən, özündə saxlamısan. Nə başa düşdünüz bu hissəsindən? Sən demə, Allahın elə adlar var ki, Allah o adlar barəsində heç kimə xəbər verməyib, özündə saxlayıb. Qeybdir. Belə olduğu halda kimsə deyə bilər, Allahın adlarının sayı 100-dür. Məhduddur. Deyə bilər, yox. Niyə? Çünki elə adları var, sən bilmirsən onu. Allah özündə saxlayıb. Hansı dəlillə? Peyğəmbər sallallahu aleyhi və səlləm dua edəndə bu sözü deyir. Və o adlarınla ki, sən o adları heç kimə izhar etməmisən, bəyan etməmisən, bildirməmisən, özündə saxlamısan. Deməli, heç kim bilə bilməz Allahın adlarının sayı nə qədərdir. Biri soruşa bilər ki, Rəşad qardaş, bəs 99 hardan çıxdı? 99 qeyd olunur. Ondan belə çıxır. Hə? Allah özü 99 qeyd olunur. Əhsən, 300, 400, 150. Deyənlər var, lakin məşhur hansıdır? 99. Biri gəlib deyir ki, məsələn, Babək sənə deyirəm, axı. Biri gəlib deyir ki, Allahın 99 adı var. Nə deyəcəksən? Razılaşacaqsan, Allah hidayət eləsin, qardaş. Hə? Bət dedi, yaxı, biz Allahın adlarının sayı. Siz qulaq asmırdın? Hə? Hə? Yaxşı, qardaş, ikinci sual verirəm, dəyişirəm sualı. Biri gəlib deyir ki, sənə bizə məlum olan Allahın adlarının sayı 99-dur. Nə deyirsən buna? Xata. Xata. Dedi, səhiddir, yəni. Batildir. Nadir şoka düşüb. Biri gəlib deyir ki, bizə Allahın adları məlum, Rəşad qardaş çoxdur, bildim, saysızdır, hədsizdir. Elə adlar var ki, Allah özündə saxlayıb, heç kimi xəbər etməyib. Bizə məlum olan 99-dur. Nə deyəcəksiniz? Deyəcəksiniz, razıyam. Bəli, yox qardaşım, xətadır. Xətadır. Bizə məlum olan 99-dan çoxdur. Lakin o 99 hardan gəlib? Bu say. 99 niyə 99? Və nədir 99? Cavab. Peyğəmbər sallallahu aleyhi və səlləm hədislərin birində deyir ki, Allahın innə lillahi tis'ətən və tis'inə ismən, tis'ətən və tis'inə ismən, Allahın 99 adı var. Mən əhsaha daxaləl cənnə. Kim o adları sayarsa cənnətə daxil olar. Bəzi alimlər məsələn, zahirlərdən olan İbn Həzm rahiməhullah. Zahiri də axı. Hədisin zahirində neçə deyir? 99. Deyir, kim desə ki, Allahın adı 100-də o kafirdir. 99-dan bir ədəd çoxdur deyərsənsə kafir olursan. Niyə? Çünki zahiridir. Necə gəlib elə də qəbul edir, elə də başa düşüb. Səhvdir bu. Allah bağışlasın. 99 sayı, ədəd. Bu o demək deyil ki, Allahın 99-dan bizə məlum olan adı yoxdur, var. Lakin, əziz qardaşı, bu 99 cənnətə düşmək üçün
Bəs edir. Fikir verin. Allahın 99 adı var. Kim sayarsa. Deməli, o ədəd sayıb cənnətə düşmək üçündür. O demək deyil ki, 99-dan çox yoxdur. Başa sala bildim? Kim, məsələn, bir misal deyə bilər. Məsələn, mən deyəndə ki, mənim cibimdə 200 manat pul var, saxlamışam ki, falan şeyi alım. Məgər bu söz deməkdir ki, mənim 200 manatdan artıq pulum yoxdur? Yox. Bəs nə deməkdir? Mənim o 200 manatım o filan şeyi almaq üçün onun üçündür. Misal aydın oldu? Dayı. Burada da Allahın deyir, 99 adı var. Mən əhsaha daxilə cənnə. Kim sayarsa cənnətə daxil olar. Yəni, əziz qardaşlar, cənnətə daxil olmaq üçün 99 adı saymaq bəs edir. Say cənnətə daxil ol. Hə? Əlbəttə, əlbəttə qardaş. Əlbəttə, şək yoxdur. Nə deyil? Hə? 99 adı həm kitabda gəlir. Qardaşlar, fikir verin. Şərt o deyil. Allahın adları tək Quranda olsun. Quran, sünnə. Niyə? Çünki sünnə vəhidir yoxsa yox. Peyğəmbər sallallahu aleyhi və səlləm özündən Allaha ad deyə bilərdi yoxsa yox. Yox. Danışdığı vəhidir. Vəhi. O özündən danışmır. Onun danışdığı vəhidir. Allahın Rəsulü Allah barəsində hansı adı deyibsə o Allahın adıdır. Deməli, Allahın adı yalnız kitabdan və sünnədən götürülür. Kitab və sünnədə 99 adı varid olub və daha çoxdur. Hə, alimlər ictihad ediblər, o görmüsünüz, cədvəl. Allahın adları 99 adı. Görmüsünüz, sayıblar. O adlar, əziz qardaşlar, Peyğəmbər sallallahu aleyhi və səlləm deyəndə ki, diqqətlə ulasın, deyəndə ki, Allahın 99 adı var, kim sayarsa cənnətə daxil olar. Allah, Rəhman, Rəhim, Qafur, yoxdur hədis. Adların sərd edilməsi, sayılması ardıcıl Peyğəmbərin sallallahu aleyhi və səlləmin sözü ilə yoxdur. Var hədis zəifdir. Amma ədəd yerindədir, mövcuddur. Deməli, o adlar nususda, kitab və sünnədə varid olmadığı üçün, 99, bax budur, 5, 6, 7, 8 olmadığı üçün alimlər kitab sünnədən o adı çıxartmaq üçün nə ediblər? İctihad ediblər. Axtarıblar ki, o 99 ad hansıdır? Və hər alim öz elminin miqdarına görə ictihadının o adı istinbat edib çıxardım. Başsal bildim. Və bu ictihadidir deyə nas yoxdur axı. Nas var yoxsa yox? Nas yoxdur. İctihaddır. İctihadidir deyə bu alimlər arasında müəyyən qədər ixtilaf ola bilir. Misal üçün, Şeyx İmam İbn Qeym rahiməhullah deyir ki, bu ad Allahın adıdır. Şeyxülislam İbn Teymiyyə deyir ki, bu ad Allahın adı deyil. Məsələn, İbn Hüseymin deyir, bu Allahın adıdır. Digər alim, ictihadla çıxardıblar. Aydın oldu? Ona görə görsəz ki, məsələn, sən bu adı deyirsən, başqa bir elm əhli deyir, yox, bu Allahın adı deyil. Ola bilər, yəni. O adlardan görməyib, yəni. 99'a daxil etməyib, yəni. 99'a daxil etməyib, olur bu. Alimlər arasında bu cür olur. Məsələn, Şeyx İbn Hüseymin rahiməhullah Qavaidul Muslə kitabında orada Allahın adları 99'unu sayır. Bir çox alimlər sayıblar. İbn Məndə, İmam Şeyx Sə'di rahiməhullah, İbn Həcər, İbnül Arabi, İmam Əl-Qahtani məşhurdur 99 adı. Sıddiq Həsən xan, digərlər çoxdur. Çoxdur. Allahın adlarını hansı ki, sərd ediblər, ictihad ediblər, çıxardıblar. Ola bilər ki, bu ad orada olmasın. Lakin elə adlar var ki, onlar icma ilə yoxdur. Amma ümumi insanların dilində, misal üçün, yayılıb o. Elə adlar da var. O adlara... Yox, Tanrı o bizim dildə yox, ərəb dilində.
Nə qaldı? Rəbb Allahın adıdır. Sabit olub. Rəbb sabit olub. Məndə burada var, istəyirsiniz. 99 adı deyim sizə. Onunla yekunlaşdıraq, yoxsa yox? Hə, 8-ci yox. Alimlərin. Deyim mi? Hə, qutaraq. Yadda saxlayın. Allahın 99 adı bulardır. Yadda saxlayırsınız, yazırsınız əli. Yoxsa yox. 1. Allah. 2. Ər-Rabb. 3. Əl-Məlik. 4. Əl-Məlik. Yəylə. 5. Əl-Məlik. Əliflə. Fərqləndirə bildiniz yoxsa yox? Əl-Məlik. 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 Bayaq nə dedi? 100% məna eyni ola bilmir. 6. Əs-Saməd. Hə? Qul huvallahu əhəd, Allahu əs-Saməd. Əs-Seyyid. Seyyid. Allah Seyyid. Əs-Seyyidu Allah deyir Peyğəmbər sallallahu aleyhi və səlləm. Dərslərimizin birində qeyd eləmişdik onu. 8. Əl-Vahid. Bayaq qeyd etdim. Əl-Vahidu Əl-Qahhar. Quranda varid olub. 9. Əl-Əhəd. Qul huvallahu əhəd. Əhəd cəmi bir yerdə varid olub, o da İxlas surəsində. Başqa yerdə Quranda əhəd ismini tapa bilməzsən. Bir məsələn qeyd edim, Allahın adlarının mənasıyla bağlı bizim xüsusi dərsimiz var. O dərslərə kim mənaları bilmək istəsə 99-un hamısını, açıqlamasını yəni və aralarında olan fərqləri dəlillərlə o dərslərə qayıda bilər. Lakin burada ümumi oxuyuram ki, biləsiniz. 10. Əl-Vitir. 100%. 100%. İndi bunlar hamısını qeyd eləməyim də, vaxt uzun olacaq axı. Ona görə dedim ki, kim istəsə hamısını əhsən. Məsələn, Əl-Vahid nə demək? Təkdir. Əl-Əhəd də təkdir. Amma biz dedik ki, 100% vitirdə. Amma 100% tam olaraq məna eyni ola bilmir. Yəni, təraduf deyil. Təraduf yoxdur. 11. Əl-Heyyu. Eşitmişsiniz? 12. Əl-Qeyyum. 13. Əl-Əvvəl. 14. Əl-Əxir. 15. Əl-Varis. Eşitmişsiniz? 16. Əl-Haqq. 17. Əl-Mubin. 18. Əl-Həmid. 19. Əl-Məcid. 20. Əl-Vasi'u. 21. Əs-Subbuh. 22. Əl-Quddus. 23. Əl-Tayyib. Tayyib. İnnallaha tayyibun. Peyğəmbər deyir sallallahu aleyhi və səlləm. La yəqbəlu illə tayyibə. Allah gözəldir, tayyib. Və yalnız gözəl olanları qəbul edir. Əs-Səlam. 24. 25. Əl-Cəmil. İnnallaha cəmilun. Yuhibbu əl-cəməl. Allah cəmildir, gözəldir, gözəl olanı da sevir. 26. Əl-Aliyyu. Əl-Aliyyu. Uca. Əl-Ə'lə. Səbbih ismə rabbikə. Əl-Ə'lə. Əl-Muta'al. 28. 29. Əl-Qaviyyu. 30. Əl-Mətin. Allahın adıdır. 31. Əl-Əziz. 32. Əl-Cəbbar. 33. Əl-Azim. 34. Əl-Kəbir. 35. Əl-Mütəkəbbir. 36. Əl-Qahir. 37. Əl-Qadir. 38. Əl-Qahhar. 39. Əl-Qadir. Əl-Qadir və Əl-Qadir. Yəylə. 40. Əl-Muqtədir. 41. Əl-Xaliq. 42. Əl-Xallaq. 43. Əl-Bari. 44. Əl-Musavvir. 45. Əl-Alim. 46. Əl-Xabir. 47. Əl-Muhit. 48. Əl-Səmi'. Hamısı sayım indi. 49. Əl-Basir.
50 el-zahir. El-zahir. Hələ, mənası nədir? Gələk, bunu mən bir-bir soruşardım, mənasını hamısını. Onda gələn dərsiz. Gələn dərsi salın, hə? El-zahir. Kim deyə bilər? Hədiyə verim, hədiyə də yoxdur. Zahir, ruzi verən, hə? Qardaş, aşkar, Allah aşkar olandır. Elə söz var, qardaş. O nədir? Hər şey bilinməyən. Peyğəmbər sallallahu aleyhi və səlləm, baxın qardaşlar, elə adlar var ki, o adın mənasını Allahın Rəsulü özü təfsir edib. Subhanallah, qutardı söhbət. Hə? Özü təfsir edib. Məsələn, Peyğəmbər sallallahu aleyhi və səlləm deyib, bu Allahın adıdır və izah verir. Bu o adlardandır. Bu o adlardandır. Məsələn, bir hədisdə 4'ü gəlib. Huvel avvalu leysə qabləhu şey, o əvvəldir. Allah əvvəldir, ondan qabaq heç nə yoxdur. Əvvəl adının mənasını izah etdi, yoxsa yox? Nədir? Ondan əvvəl heç nə yoxdur. Əvvəldir. Peyğəmbər sallallahu aleyhi və səlləm izah edir. Və huvel əxiru, o axırdır. Fəleysə bə'dəhu şey. Ondan sonra heç nə yoxdur. Və huvel zahiru. Fəleysə fəvqəhu şey. O zahirdir, onun üzərində heç nə yoxdur. Allahın üzərində heç nə, Allahdan böyük yəni. Ondan Allahdan üstün heç nə yoxdur. Tayyib. 51 el-batin, 52 el-hakim, 53 el-rahman, 54 el-rahim, 55 el-rauf, 56 el-ganiyu, 57 el-barru, 58 el-latif. Latif, subhanallah. Allahın gözəl adıdır. El-muhsin, 59, 60 el-kerim, 61 el-ekram, 62 el-mu'ti, 63 el-vahhab. O Vahabilər deyirlər, El-Vahhab. Buna görə deyirlər. El-Vahhab. 64 El-Mənnən. 65 El-Raziq. 66 El-Razzaq. 67 El-Qabid. 68 El-Basit. El-Basit. El-Qabid vəl-Basit. 69 El-Muqaddim. 70 El-Muakhir. 71 El-Şəhid. 72 El-Raqib, 73 El-Hafiz, 74 El-Hafiz, 75 El-Muheymin, 76 El-Muqit, 77 El-Vakil, 78 El-Hasib, 79 El-Rafiq. El-Rafiq, Ayşə radiyallahu anhə hədisində deyir Peyğəmbər sallallahu aleyhi və səlləm, İnna Allaha rafiq yuhibbu el-rifq. 80 el-halim, 81 el-mu'min, 82 el-ghafur, 83 el-ghaffar, 84 el-afuf, 85 el-tawwab, 86 el-sittir. El-sittiru. R. Kim bilir? Subhanallah. Örtür, ifşa eləmir, biyabır eləməyən. Allahu akbar. Örtüb biyabır eləməyən. Allah istəsə açar, yoxsa yox? Günahları, o gizlində olanları sittirdir subhanahu və teala. Bəli, yox, tə, sittir, tayla yox, sittir. El-qarib. El-qarib nədir? Göydə olan, hə? Yaxın. 88 El-Mucib, 89 El-Valiyu, Vəli, 89 El-Mevla, Ni'məl Mevla, Allahu Akbar. 91 En-Nasir, yardım edən, kömək edən. 92 El-Şafi, 93 El-Şakir, 94 El-Şakur, 95 El-Vadud, 96 El-Hayiyyu. Var El-Hayyu, var El-Hayiyyu.
Əl-Həyyu diri olan, Əl-Həyyiyyu həya edən. O deyir, Peyğəmbər sallallahu aleyhi və səlləm, Rəbbiniz həya edəndə, sizdən biriniz əlini açıb dua edəndə həya edir. Onu boş qaytarmadan. 97 Əd-Dəyyən, 98 Əl-Fəttər, 99 Əl-Həkəm. Xulasətul qovl. Əziz qardaşlar, yadda saxlayın. Sonda. Məhrum. Həqiqi məhrum olan. Məhrum. Həqiqi məhrum olan insan bu dünyada. Başqa ifadə ilə. Həqiqi, miskin, bədbəxt olan insan. Gözəl adlar Allaha məxsus olduğu halda Rəbbinin adını, onu yaradanın adını bilmir. Layiq olmayan insanların adlarını öyrənib. Həqiqi məhrum olmaq budur. Xeyirdən. Subhanallah. Görün, insan hansı haldadır, nə gündədir yəni. Elə insanlar var ki, vallahi onlar layiq deyirlər, sən onun adlarını əzbəriyəsən. Bəzisi küfür üzərində, bəzisi fisq üzərində, bəzisi ən pis insandır. Lakin adları əzbərlənib. Ən gözəl adlar Allaha məxsus olduğu halda müsəlman Rəbbinin adını bilmir. Bula bilər, mən bir neçə dəfə soruşmuşam qardaşlardan, futbola çox baxandır. Bir komandada heyətdə nə qədər oyuncu olur? 11 də üstünə gəl, ehtiyat oyuncu 22. Rahat sayır, heç ruhu da incimir. Ruhu incimir. Rahat gedir, saat 3-də oyaq, nə yapsın? Desin hamısını. Bu bir, heyətin də hələm. Allahın adı 4 dənə, 5 dənə saya bilmir. Yaradan. Bəzi müsəlmanlar sayır 10 dənə, 15 dənə, bacarır, mənasını bilmir. Deyir, Rəşə qardaş, eşitmişəm. Əl-Mu'min, Əl-Muheymin, Əl-Cəbbar, Əl-Mütəkəbbir, mənası bilmirəm ki, nə bilim. Bəzi müğənnilər var, adların hamısını bilir. Oxuyan, mahnı oxuyur. Bəziləri başqa demirəm dahi. Adlarını bilir hamısını. Cinayətkarların adlarını bilir hamısını. Amma Allahın adını bilmir, öyrənmir. Sonra da deyir ki, mən Allahı sevirəm deyib. Gülməli diyorsa yox. Qardaş, siz mənə deyin, sevən, sevdiyinin adını bilər yoxsa yox? Bütün adlarını bilər, bütün sifətlərini bilər. Nə qədər çox bilsən, o qədər çox sevəcəksən. Ona görə çalışma lazımdır ki, Allahın bütün adlarını bizə varid olan, bütün adlarının mənasını öyrənəsən və çalışasan ki, əməl edəsən. Allah razı olsun hamımızdan və sallallahu və səlləm və barak alə abdihi və rasulihi Muhammed.